Hər vaxtınız xeyir olsun, əziz fermerlər. Mən Toğrul Əşimzadə, Aqrar Sığorta Fondunun əməkdaşıyam. Hal-hazırda gördüyünüz kimi tütüncülük təsərrüfatındayıq və fermerlərimiz demək olar ki, tütün şitirlərini yetişdirib və buradan öz sahələrinə köçürmə işlərini aparırlar. Biz buradan fermerlərə məlumat üçün bildirmək istədik ki, Aqrar Sığorta Fondunda 50% dövlət dəstəyi ilə 1 hektar tütün sahəsindən götürə biləcəyiniz 20 ton yaşıl məhsulda tütününüzü 50% dövlət dəstəyi ilə 264 manat ödəmə ilə sığorta altına ala bilərsiniz. Təbii ki, tütünün dəyərinin 30 qəpik göstərmişik. Yəni 20 ton yaş tütününü bazar dəyəri 30 qəpik olarsa 6000-lik gəlirir. Sadə dildə isə 264 manat ödəmə ilə sığorta edə bilərsiniz. Aqrar Sığorta Fondu sizin təsərrüfatları hansı risklərdən qoruyur? Dolu, fırtına, qasırğa, vəhşi heyvan hücumu, normadan artıq yağan qar yağıntısı, don vurma, şaxta vurma, üçüncü şəxslərin hərəkəti və bir çox baş verə biləcək risklərdən təminat altına ala bilərsiniz. Şəki-Zaqatala iqtisadi regionunda son illərdə tütüncülük təsərrüfatında ən çox dolu, doludan keyfiyyət itkisi, fırtına və üçüncü şəxslərin hərəkət kimi risklər tütün sahələrində qaçılmazdır. Siz də çox gec olmadan öz əziyyətinizi və 1 hektara 3000 manat xərc çəkib əmələ gətirəcəyiniz tütün məhsulunu dövlət dəstəyi ilə sığorta edə bilərsiniz. Bunun üçün Aqrar Sığorta Fonduna və ya 1651 çağrı mərkəzinə müraciət edə bilərsiniz. Çox sağ olun, işlərinizdə uğurlar.